Herkese salam dostlar. Inertia'nın 6-cı dərsinə xoş gəldiniz. Bu dərsdə routingdən danışacağıq. Vaxt itirmədən keçək dərsimizə. Inertia'da routing edərkən biz React Router və Vue Router'dan istifadə etmirik. Çünki monolit struktur olduğu üçün server side tərəfdə təyin olunan rootlardan, yollardan istifadə edirik. Inertia'da qısa rootlar təyin etmək istəyiriksə, root inertia root fasadındakı inertia metodundan istifadə edirik. Bu metoda URL və sonra da komponent view komponenti və yaxud da React komponentini yazırıq. Bu əsasən hansı səhifələr üçün yaxşıdır? Deyək ki, FAQ, About haqqımızda səhifəsi əsasən statik kontentə sahib olan səhifələr üçün nəzərdə tutulub. Yəni dinamik şəkildə dəyişilən bir səhifə olmadığı üçün sadəcə səhifənin HTML-i varsa, içində o həmən HTML-i istifadəçiyə göstərir və bununla da bitir. Yəni bu nümunəsini sizə göstərə bilərəm. Nümunəsi məsələn bizim web.php-mizdə var. Web.php-mizdə root inertia, about və about haqqımızda səhifəsi eyni nümunəni etmişik və about deyə də bir komponentim var. İçərisində bir h1 və bir p tagı var, paragraf tagı var. Və eyni ilə biz about səhifəsini açdığımızda gördüyünüz kimi about səhifəsinin kontentini burada görə bilirik. Hansı ki bu çox superdir. Yəni statik səhifəmiz varsa direkt olaraq root fasadındakı inertia metodundan istifadə edərək istifadəçiyə səhifəmizi göstəririk. Bura bitdi. Generating URL-ləri necə biz təyin edə bilərik? Burada əsas dediyi şey isə biz əgər ki inertia fasadındakı render metodundan istifadə edirsə içinə prop kimi göndərə bilər. Yəni burada create URL verib. Məsələn bizim кейsimizdə bizdə nədir? Deyək ki user controller'ım var. Mən user controller'ımın index metodu var. Mən bu index metodda user'a burada məsələn gəlib deyək ki, məsələn create URL deyə bir təyin edə bilərəm. Bir dəyişən təyin edə bilərəm. Props olaraq bu gedib nə edəcək? Bu index komponentinə create URL adında bir prop verəcək. Bu index komponenti də biz nə etməliyik? Burada bir define props'da heç üzr istəyirəm. Create yox, index komponentinə verəcək. Define props'da da gəlib mən burada bir create URL deyirəm və string olsun required da true elədim. Yəni nədir? Mən buradakı dinamik URL-i ötürə bilirəm front-endimə. Bu nə dərəcədə doğrudur? Yəni siz tərəfdə bir fikirləşin onu. Biz deyirik ki bu doğru deyil. Doğrudur daha doğrusu, amma hər dəfə hər bir render edəndə siz bura bir URL verməlisiniz prop kimi. Bu da məqsədə uyğun deyil. Və bunun üçün də bizim developerlarımız, bizim deməyək, Laravel'in timindən məsələn Joe səhv eləmirəmsə, əsas contributorlardan biridir. Bəli, Joe. Joe'nun yazdığı bir package var. Laravel Wayfinder, hansı ki mənə xoşum gəlir. Burada Ziggy, alternatif olaraq Ziggy də var, amma Ziggy biraz Wayfinder'ın yanında old school kimi qalır. Yəni köhnə bir şey kimi qalır. Çünki əvvəllər Ziggy'dən istifadə edirdim. Mən indi Wayfinder'ı tapdığıma görə Wayfinder'dan istifadə edirəm. Çünki TypeScript supportu da var. Onun üçün də məncə Wayfinder daha məqsədə uyğundur. Ziggy'yə baxmayacağam, izah da etməyəcəm. Ziggy'nin konfigurasiyası çox rahat da edə bilərsiniz. Deməli Wayfinder'ın yüklənmə üçün nə edirik biz? İlk olaraq Composer Required deyirəm. Composer Required dediyim üçün də bu nə etməlidir? Bu mənim proyektimə əlavə eləməlidir bunu. Docker Compose. Mən Docker istifadə edirəm. Sizdə adicə bir proyekt də ola bilər. Problem yoxdur. Execute app və Composer Required'dan Wayfinder'ı daxil edəcəm proyektimə. Proyektimə bunu daxil etdikdən sonra mən yüklədiyim üçün, bu dedik ki, yəni yenidən yükləməyə ehtiyac yoxdur, amma sizdə yüklənəcəkdir. Başqa bir şey etməyinizə ehtiyac yoxdur. Burada da dev dependency'lərə əlavə etmək üçün minus-dir burada yazırsınız, minus-dir. Və bu development dependency'lərə nə edəcək? Bu paketi əlavə edəcək. Biz npm yox, pnpm istifadə edirik ki, pnpm add və bunu dev package kimi yüklə. Okey, yüklədikdən sonra
Burada gördüğünüz kimi Wayfinder'ı biz Vite config'də təyin etməliyik. Bizim yüklədiyimiz Vite plugindir. Burada gördüğünüz kimi Vite plugin'e yükləmişik. Ne edirəm? Wayfinder'ı burada import eləyəcəm. Wayfinder from burada səhv eləmirəmsə Laravel Wayfinder Vite plugin. Vite plugin Wayfinder. Bu şəkil. Bu səhv import idi. OK elədikdən sonra Wayfinder funksiyasını bura Wayfinder'a əlavə edirik. OK. Sizdə ola bilər bu rahat işləsin. Yəni siz normalda bu şəkildə komanda istifadə edə bilərsiniz PHP Artisan. Amma mənim кейsimdə mən docker compose execute app deyib sonra PHP-ni run eləyirəm. PHP-də Artisan komandları burada əmrləri icra edirəm. Və bunun üçün də Wayfinder'ın optionsları var. Bilmirəm burada bəli gördüyünüz kimi optionsları var. Command optionundan istifadə edəcəm. Deyəcəm ki, Wayfinder'ın komandı olacaq docker compose execute app php artisan Wayfinder generate. Wayfinder generate burada gəlib actions və roots və Wayfinder qovluğu təyin edəcək JS hissəsində. Resource'un altında JS folder'ının yəni qovluğunun altında. Mən əgər bunu etməsəm, hal-hazırda bunu təyin etməsəm, sadəcə deyək ki, burada Wayfinder'ı daxil elədim və sonra da node serverimi başladıram. Gördüyünüz kimi bu node serverin PNPM dev dediyimdə mənə error verəcək. Onun üçün də mən bunu bura məcbur şəkildə qoymalıyım. Ən azı mənim кейsimdə belədir. Çünki mən Docker istifadə edirəm. Siz Sail də istifadə edə bilərsiniz. Siz nə etməlisiniz? Bura artıq vendor bin Sail ya da Sail qısa yol olaraq varsa Sail yazacaqsınız. Ya da əgər heç Docker Sail istifadə edə, Sail onsuz Docker komponentləri istifadə etmirsinizsə, bu sadəcə bunu silməyiniz elə bəs eləyir. Çünki default olaraq bunu götürür. Bu okeydir. Və keçək biz bunu necə istifadə edə bilərik? Bunu istifadə eləməyin çox bəsit yolu var. Bunu sildik. Artıq bizim ehtiyac yoxdur propda da. Buradakı propu da bir silək. Bunun istifadə qaydası çox rahatdır. Mən gəlib bura import eləyəcəm. Nəyi? Create metodu. Utilities roots'dan yox. Mən burada actions. Bizim qovluğumuz var. Gəlin baxaq. Actions app. Və bu app'nin altında da HTTP controllers və user controller var. Oradakı create metodunu çağıracağım. OK, davam edeyim. HTTP controllers user controller'dan create metodunu çağırdım. Artıq mən burada nə edəcəm? Bu create'i bu şəkildə istifadə etdiyimdə browserimi açıram. User səhifəsinə gəlirəm. Artıq add user dedikdə mənə forumumu göstərir. Bu okeydir. Gəlin buradakı form üçün necə təyin edə bilərik ki, onu da göstərək. Artıq mən create komponentimə getdiyimdə create komponentimdə gördüyünüz kimi burada form mən submit edirəm. Bunun üçün də update metodunu bu şəkildə istifadə edə bilərik. Necə? Update metodunu import eləməliyik. Import update metodunu import elədim və artıq bu formun dəyərləri nə edəcək? Bu formun dəyərlərini biz göndərə bilərik. Gəlin bir fake filler'dan istifadə edib bunu bir dolduraq. Create user dediyimdə bu bunu təyin etdi. Bu nəyə görə? Çünki burada bizim user controller'ımız hanı? Update metodu. Update yox. Biz store metodunu istifadə edəcəyik. Üzr istəyirəm əziz dostlar. Store metodunu istifadə edək. Store metodunu istifadə edək. Artıq geri qayıtdım mən. Səhifəmi biri yenilədim. Fake filler'la doldurdum. Create user dedim. Bu yenə də məni götürdü. Nəyə görə götürdü? Bir baxaq. To root store metodum hansı ki gözəl.
update metodunda belə bir şey var. Yəqin hələ də update metodunu görür. Bunun üçün də mən inertia testə daxil oldum. User səhifəsinə create user dedim. Bunu doldurdum və create user elədim və userim təyin olundu buradadır. Wayfinder'ın gördüğünüz gibi çok üstünlüğü var. Direkt olarak burada Laravel'in funksiya metod adlarını, bu mesela controller klasındaki metod adlarını biz view komponentində istifadə edirik. Çox superdi, super bir şeydi bu. Yəni mənim fikrimcə. Onun üçündə tool stacklarda inertianı daha çox bəyənirəm. Zigini özünüz konfigür edebilirsiniz. Özünüz təyin edebilirsiniz, qurabilirsiniz. Laravel'in starter kitlərində səhv etmirəmsə Wayfinder var. Artıq Wayfinder configure, yəni təyin edilmiş olur. Əgər siz URL'ləri dəyişmək istəyirsinizsə, handle inertia request middleware'ində URL resolver'dan dəyişebilirsiniz. Hər hansı bir request'e göre bir URL verebilirsiniz. Hansı ki bu sizə lazım olacağını heç düşünmürəm. Yəni burada nədir? Yazılımda represent current URL by method request instance by script schema host. Dediyim kimidir, yəni request klasında burada hər hansı bir URL qaytara bilərsiniz, hər hansı bir request'e görə. Bunu çox güman ki, istifadə etməyəcəksiniz. Bugünkü dərsimiz belə əziz dostlar. Kanalda daha çox videoların gəlməsini istəyirsinizsə, like atın, rəy bildirin, abunə olun kanala və bundan sonra kanalda istəyirəm ki, agent codinglə, vibe codinglə, AI ilə bağlı kontentlər hazırlamağa başlayım və bu AI toollarını necə istifadə edə bilərsiniz. Çünki hal-hazırda developmentla maraqlanırsınızsa, proqramlaşdırmanın demək olar ki, artıq yəni 50%-dən çox kod hissəsi AI-ya keçib. Yəni bu 1-2 ildən sonra düşünürəm ki, 2026-nın axırında 80%-ə çıxacaq hətta. Və bir vaxtdan sonra artıq developer heç bir kod yazmayacaq, sadəcə biz review edəcəyik. Bunun üçün də biz buradakı documentationları bilməliyik, inertianı bilməliyik. Bilmədiyimiz halda AI-nin təyin elədiyi kodlarda bir çox bug'lar olur. Biz ən azı strukturu bilməliyik, documentation'ı bilməliyik, yəni sənədləşməni bilməliyik, nəyi harda istifadə etdiyimizi bilməliyik, design prinsipləri, solid prinsiplərini, design patternları bilməliyik daha doğrusu. Onun üçün də daha çox struktura fokuslanmaq yaxşıdır və sənədləşmələri oxumaq lazımdır, bilmək lazımdır və AI-ya da ona uyğun bir promptlar vermək. İndi hal-hazırda planning edirik, skillslər var, yeni add olub Cloud Code'a və yaxud digər agent toollarına. Okey, bu dərsimiz belə. Növbəti dərsdə inşallah biz title and metadan səhv etmirəmsə danışacağıq. Diqqətiniz üçün təşəkkürlər, sağ olun.